Baxın, nişanlar 7 qrupa bölünür. Birinci qrup xəbərdarlıq nişanlarıdır. İkinci qrup üstünlük nişanlarıdır. Üçüncü qrup qadağanlı nişanlarıdır. Dördüncü qrup məcbur hərəkət istiqamət nişanlarıdır. Beşinci qrup məlumat verici qrup ayrılan nişanlardır. Altıncı qrup servis nişanlarıdır. Yeddinci qrup isə əlavə məlumat vəzifələridir. Onlar müstəqil şəkildə asılan nişanlardan deyil, hər hansı nişanın altında quraşdırılır. Bu gün sizə ümumi məlumat verəcəm xəbərdarlıq nişanları haqqında. Baxın, sürücüyə hazırlaşan yoldaşlar bu kitabdan, bu vəsaitdən hər istifadə edir. Əziz Talıbovun nəşr etdiyi kitabdır. İmtahana buradan çoxlu suallar düşür. İndi gəl sənə xəbərdarlıq nişanları haqqında ümumi qısa məlumat verim. Bax, bunları görürsünüzmü? Bax, bu qırmızı üçbucağın içərisində olan haşiyə almış nişanlar. Bax, xəbərdarlıq nişanları mövzusu 62-ci maddədir. Nişan maddəsindən bu rəqəmlərini bilməyə ehtiyac yoxdur. Nişanları tanısan bəs eləyər. Məsəl üçün, qırmızı haşiyə almış üçbucağın içərisində olan nişanlar xəbərdarlıq nişanları qrupuna aiddir. Amma və lakin fikir versən 1.3.1, 1.3.2, 1.4.1-dən 1.4.6-ya kimi olan nişanlar, sonra 1.31.1-dən 1.31.3-ə kimi olan nişanlar qırmızı üçbucağın içərisində deyil. Amma bunlar da xəbərdarlıq nişanları qrupuna aiddir. Bax, bu xəbərdarlıq nişanları bizə əvvəlcədən xəbərdar edir. Hər hansı təhlükə haqqında, hər hansı bir baş verəcək hadisə haqqında bizə əvvəlcədən xəbərdar edir. Mən nəzəriyyədən 5 ilə yaxın dəstək keçmişəm və nəzəriyyə vaxtı tələbələrim üçün yadında qalsın, bunlara ad qoymuşdum. Xəbərsiz uşaq. Məsələn, evə gələrsən, uşaq qaça-qaça yürəyi qabana ki, nənəm gəlir, dayım gəlir, xəbərsiz yerir. Bax, bu da həmin o xəbərsiz nişandır. Başdan həmin o xəbərsiz uşaqdır. Hə, bizi xəbərdar edir. Nə qədər əvvəlcədən? Bax, görürsən, buralar yaşayış məntəqəsi arasında. Məsələn, evlər var, binalar var. Məsələn, görürsən. Hə, bura yaşayış məntəqəsi. Yaşayış məntəqəsi ərazisində əvvəlcədən 50-100 metr öncədən bizi xəbərdar edir. Yaşayış məntəqəsindən kənar yollarda 150-300 metr öncədən bizi xəbərdar edir. Məsələn, bax, bu şlaqbaum dəmir yol sisteməkdir. Bu şlaqbaum dəmir yol sisteməkdir. Siz bu nişanı gördükdə artıq biri var, bax yolda yox, bax yolda şlaqbaum var, görürsən açılıb bağlanır. Dəmir yol keçisi var sanki yolda, amma şlaqbaumla təşkil olunur. Yerdə həmin yolda şlaqbaum varsa, bu onu bildirir. Şlaqbaumsuz dəmir yol keçisi varsa, bu onu bildirir. Amma bizi əvvəlcədən xəbərdar edir. Fikir versən, bax bu nişanla, bax bu nişan, məsələn, yaşayış məntəqəsi arasında görürsənsə, sən bilirsən ki, 50-100 metrdən sonra və yaxud 50-100 metr aralığında sənin nə gözləyir? Şlaqbaum dəmir yoluna rastlaşacaqsın. Və yaxud da, məsələn, bu olsun, məsələn, bu. Çınqıl sıçrayışı. Bilirsən ki, qabaqda yol artıq daşlıq olacaq, çınqıl sıçrayışı ola bilər. Və yaxud da ki, o olmasın, məsələn, olsun bu, diqqət uşaqlar. Yəni bildirir ki, qabaqda uşaqların məsələn, çox ola biləcəyi ərazidən qızırsan, ehtiyatlı ol, sürətini azalt. Yəni məktəblər yaxınlığında, bağça yaxınlığında, düşərgə yaxınlığında bu nişanlar quraşdırılır. Və ya da bu nişan piyada keçisi haqqında bizi xəbərdar edir. Amma piyada keçisi yoxdur ha burada. Əvvəlcədən xəbərdar edir səni. 50-100 metr öncədən. Sən bilməlisən ki, qardaş, 50-100 metr sonra piyada keçisi olacaq. Mən indən qoy biraz sürətimi azaldım, qoy biraz diqqətimi artırım. Piyada keçisi hər yerdə bu olur yoxsa? Yox, hər yerdə qoymuyorum. Yoxsa bax bura bax, piyada keçisi görürsən yox. Yolun hardakı vacib hissələri var orada. Yox, piyada keçidi. Nə qabaq? Bəli, mütləq olmalıdır. O yoxdursa o düzgün deyil, qanuna uyğun deyil. Mütləq əvvəlcədən olmalıdır və bizi xəbərdar etməlidir. Bax, bu xəbərdarlıq nişanları dediyim kimi yaşayış məntəqəsində 50-100 metr öncədən quraşdırılır. Məntəqədən kənarda 150-300 metr aralığında quraşdırılır. Bir də təşkillanan nişanlar var. Onlar 50-149 metr aralığında quraşdırılır. Məsələn, bax, bu 6 dənə nişan təşkilə quraşdırıla bilər. 50-149 metr aralığında oldu. İndi mən sizə belə şifahi məlumat verdim. Çünki bizim mövzumuz təlim dərsləridir. Amma ona baxmayaraq mən çalışdığım qədər tələbələrimə nəzəri hissələrdə izah edirəm. Nişanlar haqqında da məlumat verirəm. İzahlarımız genişdir. Sənə xırda məlumat verdim. Xəbərdarlıq nişanları nə qədər əvvəl quraşdırılır, hansı formada olur. Gələn sonra üstünlük nişanlar haqqında izah verəcəm. O bir səfər məcbur hərəkət istiqamət nişanlar haqqında izah verəcəm. Hər dəfə nişanlar haqqında sənə izahlar verəcəm. Sonra dərs əsnasında sual cavab edəcəm. Ki görüm nə dərəcə yadında qalıbdır. Yolda qarşılaşacağıq, o nişanların izahını verəcəm. Oldu? Tamam. Uğurlar olsun. Sağ olun, siz sağ olun. Siz də sağ olasınız.